Bugün Ağdamın Quzanlı qəsəbəsində 100-ə yaxın uşaq sünnət edilib. Valideynlər bu aksiyadan razılıqlarını ifadə ediblər. Ağdamın Quzanlı qəsəbəsində keçirilən kütləvi sünnət aksiyası rayon icra hakimiyyəti və mərkəzi xəstəxananın birgə təşkilatçılığı ilə baş tutdu. Aksiyaya əsasən rayon ərazisində yaşayan Qarabağ müharibəsi ailələrinin, veteranların, şəhid ailələrinin, həmçinin az təminatlı ailələrin uşaqları cəlb edilir. Bir gün davam edən aksiya çərçivəsində 100-ə yaxın uşaq sünnət edilib. İndiyənə qədər biz 600-dən çox uşağı sünnət elətdirmişik. Valideynlərə köməkdir. Uşaqlarımız müsəlman olurlar, kişiləşirlər, kəndlərlə əlaqə saxlayırıq, kənd baş həkimlərimizlə, bələdiyyə ilə əlaqə saxlayırıq. Orada uşaqların siyahısını alırıq. Demək olar ki, hər il 2-3 dəfə bu tədbiri keçiririk. Baş həkim onu da vurğuladı ki, az təminatlı ailələrin övladları yalnız aksiya çərçivəsində deyil, istənilən vaxt xəstəxanaya müraciət edə bilərlər. Valideynlər isə bu aksiyadan razılıqlarını bildirdilər. Bütün həkimlərə təşəkkürümüzü bildiririk, minnətdarlığımızı bildiririk. Çox sağ olsunlar. Yaxşı işlər görürlər. Evdə imkanımız yoxdur, ona görə eləyə bilmədik. 12 yaşım var. Qeyd edək ki, artıq bir neçə dəfədir rayonda bu cür aksiyalar keçirilir. Daşqın Güneyli, Ziya İsmailoğlu, LTV Ağdam.